Salam hər kəsə. Bu gün sizlər üçün maraqlı bir riyaziyyat olimpiada sualını həll eləyəcəyik. Vaxt itirmədən keçək sualın həllinə. Bu sual mənim hazırlıq şagirdləri üçün keçirdiyim sınaq imtahanından bir sualdır. İndi isə həmin sualı izah eləyəcəyik. Qeyd olunur ki, ABCD bir düzbucaqlıdır. Gəlin ABCD bir düzbucaqlısı çəkək. Qeyd olunur ki, daxilində Y nöqtəsi mövcuddur və Y nöqtəsi üçün YD 2 kök 2 verilmiş şərtlər ödənilir. Gəlin Y nöqtəsini qeyd eləyək. YD, bura Y nöqtəsidir, burada BS'dir. Qeyd olunur ki, BY 2 kök 3'dür. YD 2 kök 2 və YS isə kök 3'dür. Qeyd edir ki, buranı tapın. Və DS, BS 3 kök 3 DS'dir. DS'ye bir x desək, BS kök 3 x olacaqdır. Bu tipli problemlər adətən çevrilmə üsulu ilə həll olunur. Çevrilmə nədir? Nə kimi istifadə olunur? Gəlin, baxaq. Mən burada bəzi üçbucaqlar üçün çevrilmənin nə olduğunu göstərmişəm. Misal üçün, ABC bərabər tərəfli ola bilər. Yəni, çevrilmə alfa dərəcə ölçüsü qədər çevrilmə sayılır. Misal üçün, saat əqrəbinin hərəkət istiqamətinin əksinə ola bilər, saat əqrəbinin hərəkət istiqaməti üzərindən ola bilər və s. Misal üçün, bu ABC bərabər tərəfli olsun, fərqi yoxdur heç. Bərabər tərəfli olmaya da bilər. Adətən bunlar üçün göstərilir deyə. Misal üçün, biz AD düz xəttini çəkmişik. Burada alfa bura qeyd eləsək, bura 60 minus alfa olacaqdır. Biz bunu alfa dərəcəsi qədər döndürə bilərik. Belə ki, siz döndürəndən sonra istəsəniz bunun uzunluğunu AD-yə bərabər olacaq şəkildə qeyd eləyib, değiştirik nöqtəsi ilə buranı qeyd eləyə bilərsiniz və dörd bucaqlar üçün kvadrat üçün ola bilər və s. Adətən bu tipli çevrilmələr xüsusi bucaqlar üçün, yəni 15K dərəcəli bucaqlar üçün daha rahat olur və ən çox da bundan istifadə olunur. Biz burada, misal üçün, bu bucağı bir alfa bucağı qədər, alfa bucağı kimi göstərsək, burada 90 minus alfa olacaq. Biz bunu sadə üsuldan qeyd edəcəyik. Çevrilmə adını deməsə belə olar. Sadəcə ad olaraq çevrilmə gedir. Biz buranı alfa dərəcəsi qədər ayıraq və y'dən 60 dərəcə olmaq şərti ilə bu S, misal üçün, T şüası ilə birləşdirir. Aşkar ki, bunun kəsdiyi nöqtəyə misal üçün bir T nöqtəsi adlandıraq. Buradan biz 60 dərəcə ayırmışıq. Daha sonra BT-ni birləşdirək. İndi bura görsənir ki, 90 dərəcədir və 60 dərəcə burası, burada 30 dərəcə qalacaq. Əgər bura kök 3-dürsə, TS-nin uzunluğu kök 3 misli olacaq və 3 olacaqdır. Daha sonra belə bir halı müəyyən edirik. Fikir versəz, bu üç bucaqlar bir-birinə oxşardır. Bunu hardan bilirik? Fikir verin, 3-ün kök 3 x-ə nisbəti eyni kök 3-ün x-ə nisbətinə bərabərdir. Bunlar oxşardır. Oxşarlığa görə biz buradan lambdanı tapa bilərik. Lambda nə olacaq? Fikir verin, bura alfadır. BT-yə bir y deyək. Bunlar oxşar olduğu üçün əgər biz bura bir beta bucağı desək, avtomatik burada bir beta bucağı olacaqdır. Yəni alfanın qabağındakı y-in bu alfanın qabağındakı 2 kök 2-yə nisbəti bərabərdir. Betanın qabağındakı 3-ün bu betanın qabağındakı kök 3-ə nisbətinə bərabər olacaqdır. Bundan sonra buradan biz y-i 2 kök 6 alacağıq. Qeyd etdiyimiz kimi bu üç bucağın oxşar olduğunu 3-ün kök 3 x-ə nisbəti yenə kök 3-ün x-ə nisbətinə bərabərdir. Ona görə bunların yəni ortaq nisbətdə bölünüb, yəni bunlar oxşardır. Buradan sonra y-in uzunluğunun 2 kök 6 olduğunu tapdıq. Fikir verin, kök 3 TY'nin uzunluğu 2 kök 3 olacaq. Çünki yəni bu düz bucaqlı 3 bucaqdır və 30 dərəcə bucaq qarşısına qalan kadet kök 3-dürsə, burası
2 kök 3 olacaq. 2 kök 3, 2 kök 3, 2 kök 6. Fikir versəz bu düzbucaqlı bir üçbucaqdır. Belə ki, yəni bura 90 dərəcə olsa, fikir verin, bura 45 dərəcə olacaq və bunun kök 2 misli bu BT-yə bərabər olacaq. Avtomatik burada 90 dərəcə olacaqdır və yekun B, Y, S bucağının dərəcə ölçüsü 150 dərəcə olacaqdır. Bu şəkildə. Bu tipli çevrilməyə aid bəzi suallara baxaq. Misal üçün, populyar suallar vardır. Misal üçün, bərabərtərəfli bir üçbucaq olsun. A deyək, B deyək, C deyək. Misal üçün, AC arasındakı bir bucaq sual işarəsi kimi qeyd eləsək, buna bir X deyək. Biz hər hansı bir ABC arasında bir münasibəti təyin edək. Misal üçün, A kvadratı plus C kvadratı minus 2AC. Elə bilin, burada hər hansı bir üçbucağı alınıb. Yəni siz burada üçbucaq qeyd etmişsiniz və AC arasında bir münasibət təyin edilib. Misal üçün, AC kosinüs X bərabərdir B kvadratı misal üçün. Buradan X-in dərəcə ölçüsünə uyğun olaraq bəzi münasibətlər təyin edə bilir. Misal üçün, düzbucaqlı üçbucaq kimi qeyd eləsək, misal üçün, bura A olsun, bura B olsun, burada C olsun. Fərz edək ki, A kvadratı və fərq yoxdur, B kvadratı, C kvadratı plus A kvadratı olsun. İndi AC arasındakı bucağı tapaq. Belə ki, bu bərabərtərəfli bir üçbucaqdır. Biz nə edəcəyik? Eyni metodla yazacağıq. Biz bura tutaq ki, alfa desək, bura 60 minus alfa olacaq. Gəlin, buradan alfa dərəcəsi ayıraq və burada bu hissənin uzunluğunu C qədər olacaq şəkildə uzadaq. Bunları birləşdirək. Avtomatik burada bərabərtərəfli üçbucağı yaranacaq. Bura bir N nöqtəsi deyək. A, B, C üçbucağı və bura bir Y nöqtəsi olsun. B-ni birləşdirək. B-ni birləşdirəndən sonra burada 2 dənə konkurent bir üçbucağı yaranacaq. Bu üçbucaq ilə bu üçbucaq. Niyə? Çünki C tərəfi alfa bucağı və bərabərtərəfli üçbucağın tərəfi. C tərəfi alfa bucağı və bərabərtərəfli üçbucağın AC tərəfi. Bu üçbucaqlar konkurentdir. Tərəf bucaq, tərəf əlamətinə əsasən. Avtomatik uyğun bucaqlar qarşısındakı uyğun tərəflər bir-birinə bərabər olacaq. Yəni alfanın qabağındakı B-dirsə, bu alfanın qabağındakı B-in də B olacaq. Fikir verin, burada bir ABC üçbucağı yaranır və A kvadrat plus C kvadrat B kvadratını verir və avtomatik bura 90 dərəcə olacaq. Bayaq biz bunu 60 dərəcə kimi bərabərtərəfli üçbucaq kimi qeyd etmişdik. Beləliklə burada da 150 dərəcə olacaq. Bəzi dördbucaqlarda, kvadratlarda 90 dərəcə çevrilmələrdən istifadə olunur. 5 bucaqlardan da istifadə olunur və s. 5 bucaqlılar üçün də çevrilmələr mövcuddur. Yəni bu adətən 108 dərəcəli çevrilmə olur. 6 bucaqlılar üçün 120 dərəcə və s. Yəni bunlar sual tiplərindən asılı olaraq dəyişir. Bu şəkildə. Hazırlığımıza qoşulmaq üçün bizim yanvar ayının 18-dən sonra yarım final hazırlığımız olacaq. 050 854 77 18 nömrəsinə yazıb ətraflı məlumat ala bilərsiniz. Uğurlar.